Bismillahirrahmanirrahim. İnnelhamdülillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Bugünkü dersimiz Allah'ın izniyle usul-ü sünne li Ebi Abdillah Muhammed ibn Abi Zemenin rahimehullah'ın Ehl-i Sünne vel Cemaat'ın etiqadi əsas məsələlərindən bəhs edir. Burada qalmışdıq ki, keçən dərsimizdə فَاِنَّ الدُّخُولَ الْاَعْمَلِ fil iman. Qəlb əməlləri də imana daxil olur. Belə deyək, əgər qəlb əməlləri imana daxil olursa və bədən üzvlərinin, bədən əməllərinin imana daxil olması daha üstündür, deyir də. Əzaların, əməllərinin imana daxil olması daha üstündür deyə vurğulanır. Və zəhəbədir cəhmiyyət ilə ennəl imanə. Başqa bir firqələr var ki, bu iman barəsində müəyyən bir təfsilatlar vermişlər. Onlardan birisi cəhmiyyələr. Deyək ki, o cəhmiyyələr iman məsələsində deyirlər ki, mücərradul ma'rifəti bil qalbi faqat. Onlar deyir ki, sadəcə qəlblə bilinməsi bəs edər. Qəlblə bilinməsi imanın təsdiqinə bəs edər. Və inlə mütəkəllim bil lisanə, dili ilə danışmasa, dili ilə o imanı söyləməsə belə, yəni qəlbi ilə onu etiqad bilməsi ma'rifə bəs edir. Və qəd ənkərədək aleyhim əymətil İslam və İslam alimləri bunların hamısı bunu inkar etmişlərdir ki, belə bir şey ola bilməz. Hətta kəffara mən qalbi hədəl qavl və alimlərdən elə olmuş ki, bu sözü deyən kimsələri təkfir etmişlərdir. Onları kafir adlandırmışlardır, deyən kimsələr də vardır ki, yəni iman təkcə qəlbdədir. Yəni qəlblə etiqad bilməyin, səni imana, İslama daxil edir deyən kimsələr vardır və bu kimsələri də alimlərdən bəziləri təkfir etmişlərdir. Onlardan misal üçün Vaki ibn Cərrah, Əhməd ibn Həmbəl və qeyruhumə və onlardan başqa, o ikisindən başqası. Və həmcə və zəhəbədir kərramiyə ilə ennəl imanə, kərramilər var. Kərramilər, bu da həmçinin Muhammed ibn Kərram, bu kimsəyə nisbət olunan bir firqədir. Muhammed ibn Kərram, bu da Sicistani. Bu da kərramiyə bir firqədir ki, bu da həmçinin Muhammed ibn Kərrama nisbət olunur dedik. Bu da böyük bir belə bir sözləri ilə məşhur olmuşdur ki, İştəharat bi qavlihə bi ennə Allah cismun kələl əcsəm. Allah Teala, yəni cisimlər kimi olmasa da Allah Teala bir cisimdir deyir. Allah Teala cisimlər kimi olmasa bir cisimdir. Yəni Əhl-i Sünnə vəl Cəmaə Allah Teala'ya belə sarahətən, belə açıq-aydın heç vaxt cisimdir deməyiblər. Və bunun da bu sözü Əhl-i Sünnə vəl Cəmaə müxalif olan sözlərdəndir. Və bu deyərdi ki, ennəl imanə huvə tasdiqu bil lisan və ennəl münafiq mu'minun fi dünya muxalladun finnari fil axirə. Deyək ki, iman yalnız dili ilə təsdiq etməkdir və həmçinin münafiq də bu dünyada onunla mömin kimi müamilə olunur, lakin o axirətdə əbədi cəhənnəmdədir. Aydın, çünki münafiqlər də imanın dillə söyləyirlər. Lakin onların qəlblərinə iman daxil olmamış. Bu kərramilər də bu cəhmiyyələrin əksidir. Onlar deyir ki, qəlb ma'rifə, lakin bu kərramiyələr deyirlər ki, iman dillə söyləməyin səni imana daxil edir. Və həmçinin bunlar bu etiqadla münafiqləri imana daxil edirlər. Bu dünyada mömin də axirətdə əbədi cəhənnəmdə deyirlər. Bu da yanlış bir firqədir, kərramiyələr. Buna nisbətən Muhammed ibn Kərrama Əs-Sicistani. Qala Şeyxülislam ibn Teymiyyə və kərramiyyə qavluhum fil iman qavlu munkar. Şeyxülislam ibn Teymiyyə deyir ki, kərramiyələrin iman barəsində dediyi söz münkar sözdür. Qəbul olunacaq bir məcəl yoxdur onda. Rədd olunması bir sözdür. Ləm yesbiqu ileyhi əhədin və bunların bu sözünə əvvəlki sələflər, nə peyğəmbərin, nə sahabədən, nə təbiindən, nə əsbə tabilərdən bunun sözünü qüvvətləndirəcək bir kimsən sözü olmamışdır. Bunun üçün bunun sözü nədir? Kərramiyələrin sözü rəddir. Bildiniz də, Əl-Cəhmiyyələr deyir ki, iman qəlbdə bilməkdir. Kərramiyələr deyir ki, yox, dillə deməsi insanı İslama daxil edir. Hətta münafiqlərlə möminlərdir. Bu dünyada hökmü verirlər. Mömin də axirətisi əbədi cəhənnəmdir. Belə bir şey, yəni Əhl-i Sünnə vəl Cəmaətdən deyən bir kimsə olmayıb. Və bu etibarla onların bu sözü nədir? Yanlışdır. Bu etibarla bunların sözü yanlışdır. Haythu ca'alul imanə qavlel lisan. Onlar nə edirlər? İmanı söz, dilin sözü, yəni sözlə söyləmək. Qəlbdə onun təsdiqi olmasa yəni qəlbdə onun təsdiqi yoxdursa, aydın sirq qəlblə demirsənsə, dili ilə söyləyirsənsə,
o səni İslam'a daxil edir. Və bunlarla da o Şeyxülislam İbn Teymiyyə bununla da onlar münafiqləri İslam'a, imana daxil edirlər. Qəribə. Buna baxmayaraq bu dünyada müsəlman, bu dünyada mömindir. Lakin fil axirə muxalladun finnar. Axirətdə əbədi cəhənnəmdədir. Qəribə. Fəxalaful cemaate fil isim dunal hükm. Onlar dedi ki, əhl-i sünnə və cemaate hökmdə yox, adda müxalif oldular. Və zəhabətil murciyyəti min fuqaha. Bildik el-cehmiyyə, el-kerramiyyə və el-murciyyətil fuqaha. Murciyyətil fuqaha deyildikdə burada müəyyən bir alimlər var. Onları adlarını zikr edək. Deyək ki, murciyyətil fuqaha deyildikdə onların içərisində belə 8 dənə ən məşhur alimlərdən var. 8 dənə murciələrin ən məşhuru fuqaha-ul murciə deyirlər. Çünki murciələr 24 və daha və ya da az firqəyə bölünüblər. Onların da bəziləri həddini artmış. Bunlar gulatul murciə, bir də var fuqaha-ul murciə, bir də var mütəvassit, bir də var aşağı səviyyədə olan murciələr. Belə fuqaha-ul murciə deyildikdə nə üçün onlara deyilir ki, fuqaha-ul murciə deyirlər, onu deyəcək. Məsələn, onlardan birisi Zər ibn Abdillahil Murhibi Həmədani. Hicri təqvimi 100-cü ildə dünyasını dəyişmiş. Həm İbrahim ibn Yezid ibn Şərik Teymi və həmçinin Hicri təqviminin 92-94-cü illərdə dövrəsini dəyişmiş. Həmçinin Dalq ibn Habibil Anazi, bu da həmçinin Hicri təqviminin 90-100 illəri arasında dünyasını dəyişmiş. Və həmçinin də Həmmad ibn Əbi Süleyman, bu da həmçinin Hicri təqviminin 120-ci ilində dünyasını dəyişmiş. Həmçinin Umar ibn Qisil Əl-Masir ibn Əbi Muslim Mevla Thaqif, bu da həmçinin Hicri 120-ci ilində dünyasını dəyişmiş. Salim ibn Aclanil Əftas Mevla Muhammed ibn Mirvanil Əmavi, bu da həmçinin Hicri 132-ci ildə dünyasını dəyişmiş. Əbu Hanifə Nu'man ibn Thabit Hicri 150-ci ildə dünyasını dəyişmiş. Əbu Nu'man ibn Thabit, Əbu Hanifə. Həmçində Şəbəbə ibn Səvvar Əl-Mədaini, bu da həmçinin Hicri 205-ci dünyanı dəyişmiş bir kimsələrdəndir. Bu axırıncısında, bu axırıncı Şəbəbə, o barədə qal Əbu Zur'a, yəni rəca'an irca, yəni ircadan qayıtdığı deyə Mizan-ı İ'tidal Liz-Zəhbi kitabına vurğulanır. Nə üçün bunları fuqahal murciə deyirlər? Və summu murciətil fuqaha, nə üçün buna deyilir? Fuqahal murciə deyirlər. Li'annahu min fuqa əhli sünnə vəl cəmaa. Onlar, bu alimlər hamısı əhli sünnə vəl cəmaanın fəqihlərindən sayılır. Yəni mötəbər alimlərindən sayılır. Li'annahum vaqa'u fi şey'in minel irca. Çünki bunlar ircadan, murciəlikdən müəyyən bir şeyə, müəyyən bir murciəliyin müəyyən bir vəsfinə, müəyyən bir qoluna düşmüşlər. Və hum təxirul amal musammel iman. Onlar da imanı, əməli imandan gecikdirirlər. İman səviyyəsindən deyək ki, iman adından gecikdirirlər. Bid'atuhum leysət kəbirətin lakinnəhə, deyək ki, onların bu bidəti, irca bidəti, bu fuqahalar tərəfindən olan, deyək ki, onların yəni böyük bir bidət deyil, lakin yəni başlanğıc olaraqdan, belə özlər tərəfindən, qaynaq olaraqdan, mənşə olaraqdan deyir ki, belə böyük pis bidət adlanır. Murciətul fuqaha yarawna annal a'malə vacibətun. Gulatul murciələr, bunlar arasında fərq nə oldu ki, fuqahal murciələr, bunlar deyirlər ki, fuqahal murciə yarawna annal a'mal vacibətun. Yəni iman gətirmək üçün söz, əməl vacibdir. Yəni iman gətirmək üçün iman nədir? Dillə söyləməyindir. Bunu deyirlər. Amma ki əməli imana daxil etmirlər. Fuqahal murciə imanı əmələ daxil etmirlər. Yəni imanı əməldən saymırlar. Aydındır. Lakin bununla yanaşı başqalarına müxalif olmaqla, yəni başqalarına əks olaraqdan fuqahal murciə deyirlər ki, İnsan əgər əməl etmirsə, əməli tərk edirsə və buna görə, bu tərkinə görə Allah Teala tərəfindən əzab və ya da ki, təhdid olunur. Əzab görəcək. Amma ki, gulatul murciə bunu demirlər. Əgər sən iman gətirdinsə, imanla yanaşı küfür ona heç bir zərər vermir. Aydındır. Həmçinin onlar da görürlər, imanda istisnanın səhih icazələri görmürlər. Məsələn, bizdə əhl-i sünnə dedik, mən möminim inşallah. Onlar yox. Onlar deyir ki, inşallah demək nədir? Şəkdir. Amma əhl-i sünnə və cəma üzərində durduğu, yəni üzərində belə basaraqdan durduğu məsələlərdən ki, imanda istisna
lazımdır. Hətta Əhl-i-Sünnə və Cəmaət mənim kitablarda bunu başlıq olaraqdan bunu vurğurlar. Biz səndən sonra sən müsəlmansan, möminsən, inşallah möminəm. Aydındır. Və lihədə da'afu məzhəbi İmam Əbi Hənifə və əshabi. Yəni bu səbəbdən dolayı İmam Əhmədi və onun məzhəbini bu baxımından o İmam Əbu Hənifə və onun dostları var. Bunlara görə yəni bu səbəbdən onların məzhəbini zəifləşdiriblər. Əllezine axracul a'mal min musammal iman. Çünki onlar iman adından əməlləri çarpmışlardır. Bundan dolayı. Velakin lem yelhuqu bi murciati ehlil kelam. Bizdə var murciatil gulat, murciatil ehlil kelam var. Murciat ehlil kelam yəni onlar deyək ki, murciələrin qulatlarındandır. Yəni əməlləri iman gətirdinsə, əməllər ora daxil olmasa belə əməllər vacib deyil deyirlər. Aydındır. Yəni vaciblərlə yanaşı, yəni iman gətirdinsə, əməl etməsən, məsələn İslam'a daxil olsa möminsən. Amma ki bunlar kim deyirlər? Bunları murciəti əhlil kəlam, kəlam əhlinin olan irca əhli deyirlər bunu. Amma ki bu Əbu Hənifə, bunlar bu saydıqların, bu fuqahal murciə deyirlər ki, əməl tərk olunsa və imandan olmasa belə, amma əməli tərk edildiyinə görə, əməl tərk edildiyinə görə sən ona görə əzab görüləcəksən. Aydındır. Belə, yəni bu məsələ olmağına bu mövzu adi olan məsələ deyil, bir əlavə bir çıxış olaraqdan bunu vurğuladıq. Deyək ki, bu zəhəbətil murciətil fuqaha Kəməd ibn Əbi Süleyman, yəni fuqahal murciələrdən olan Həməd ibn Əbi Süleyman deyir ki, və huvə əvvələ mən qalə zərik. Yəni bu sözü ilk deyənlərdən biri idi ki, bu Həməd ibn Əbi Süleyman və mən ittəbəəhu min əhli Kufə. Və Kufə əhlindən çoxu da və deyək ki, murciə çoxu Kufədən çıxıb. Və bu Həməd ibn Əbi Süleymanı təqib edən və həmçinin onlar tabi olan Kufədən olan kimsələr. Və qeyrəm ənəl imanə deyirlər ki, bunlar deyirlər ki, iman qavlu bil lisan və i'tiqadun bil qalbi faqat. İman dillə söyləmək, qəlblə etiqad etməkdir. Qəlblə iman gətirdin, la ilahə illallah, Muhammedun Rasulullah və dillə söylədin, qəlblə etiqad etdin, əməllərə ehtiyac yoxdur artıq. Namaz, zəkat, oruc, həc, cihad, nə bilim, qorx, məhəbbət, sevgi, ümid, bunlara ehtiyac yoxdur. Sən artıq mömin qapısına içəri daxil oldun, sən oradan daha çıxa bilməzsən. Sənin bu əməllə yanaşı, sənə zina, içki, qumar, şirk sana heç bir zərər vermir. Sənin imanın Cəbrail əleyhissalam imanınla eynidir. Və leysəl əmələ daxilin indəhum fi musamməl iman. Bunlara görə əməl iman anlayışının çərçivəsində deyildir. Ondan xaricdədir. Aydındır. Və qalə Şeyxül İslam İbn Teymiyyətə fəhəulə axracul əmələ və ləm yelzəmu şərailəl ənbiyə. Bunlar əməlləri imandan çıxartdılar və peyğəmbərlərin qoyduğu qanunlara əməl etmədilər. Və innəmə ma'ahum nəv'un minəl qavli la yekfi. Onlarda nəv'un minəl qavli la yekfi. Yəni ehtiyac olunmayan, kifayət olunmayacaq bir sözləri var bunların. Ma'mə fihi minəl xata. Yəni xəta ilə yanaşı müəyyən bir sözləri var, deyilir burada. Və qalə rahiməhullah, Şeyxülislam İbn Teymiyyə əlavə edir ki, və hələ muttəfiquna ma'a cəmi' uləmə sünnə alə ən əshabiz zunub daxiluna təhtə zəmi vəl va'id. Və bu fuqaha dediyimiz kimi fuqaha murciələr deyirlər ki, günahları günah sahibləri Allah Taala'nın həm məzəmmət, həm də təhdidi içərisindədirlər. Amma ki murciə əhli kəlam əhlinin olan murciələr bunu demirlər. Əməl etməsən də sənə küfrün, isyanın Allah Teala yəni heç bir imana təsir eləmir. Və in qalu, əgər deyilsə ki, innə imanəhum kamilun, deyilsə ki, onların imanları artıq kamildir, ən yüksək səviyyə çatmışdır. Kə iman Cibril, Cibril aleyhissalam imanına bərabərdir. Fəhum yəqulun, onlar deyir ki, innəl imanə bidunə əməlil məfrud, fərz əməllər olmadan olan iman və həmçində sahibi günahlar edəni, haram işləyən bir kimsənin halı da yakunu ma'a sahibi musahiqin lizzəm. Bu demək fuqaha murciə fərq qoyuldu da. Onlar deyir ki, yəni bir kimsə fərz əməllər tərk etsə belə və ya vacibləri tərk etsə belə, bununla tərkinə görə Allah Taala tərəfindən həm məzəmmət olunur, həm də qınanır. Həm də ki əzab görəcək. Bunu fuqahal murciə deyil. Necə ki bunu Əhl-i Sünnə vəl Cəmaədən deyənlər var.
Ki insan günahı əməli tərk etdiyinə görə əzaba, etdiyinə görə, əməl etdiyinə görə, yəni xeyr əməl etdiyi günü mükafatı nail olur. Və həmçinin qal rahimehullah təala və savab qaul əhl-sünnə vəl-əimmə. Və bu məsələdə deyilən ən doğru söz də əhl-sünnə vəl-cəmaənin sələflərin dediyi sözdür. O da nədir? İnnəl imanə qavlun və əməlun. İman söz və əməl və əsluhu, bunun əsli isə qavlul qalbi, qəlbin sözü və qəlbin əməlidir. Buna da daxildir ki, qəlbin imanı və onun iradəsi, istəməsi, həmənki əməli. Və qalə Əbu Bəkr el-Əcuri rahimehullah təala, kim desə ki, iman sözdür, əməl deyil, iman gətirmək yalnız sözlə bərabər, yəni şəhadət gətirməsi bəsdir, əməl ona ehtiyac yoxdur, əməl ondan xaricdir. Yuqalu ləh, ona deyilər ki, radəttel Qur'anə və sünnətə və mə aleyhi cəmaətul uləməi və xaractə min qavlil musliminə və kəfərtə billahil azim. Aydındır. Kim desə ki, iman yalnız sözdür, əməl deyil, bununla sən Qur'anı və sünnəni və alimlərin sözünü tərk edərəkdən və müsəlmanların sözündən çıxaraqdan Allah subhanahu wa ta'ala artıq küfr etmiş oldu. Aydın bu sözündə. Və in qalə bimədə, sual verir ki, ne üçün? Ona deyilər ki, Allah subhanahu innallah əmərəl müminə ba'də ən sadaqu fi imanim. Allah Teala müsəlman insanlara imanlarından təsdiq ortaya çıxdıqdan sonra, artıq iman gətirdik dedi, təsdiq etdikdən sonra, biz iman gətirdik, əşhədü ən la ilahə illallah, bunu həm dilləri ilə, həm qəlbləri ilə etiqadən və nutqən dediklərini sonra, Allah Teala nə etdi? Əmərəhum bis salah. Allah onların namazı, zəkatı, orucu, həcci, cihadı və başqa fərz əməlləri Allah Teala əmr etdi onlara. Yatul zikruha. Yəni bunlar və bunlar bəzi əməllər, bunları zikr etsək hamısını, əlbəttə mövzu uzun olar. Ma'a şiddəti xawfihim ala tafrid fiha. Və bu saydığımız əməllərdə həddini aşma və səhlənkarlıq etməyin üzərində dura-dura. Ki bu əməllərdə səhlənkarlıq etmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu, bu saydığımız əməllərdə həm namaz, həm oruc, həm zəkat, həm həcc, həm cihad, bu kimi əməllərdə səhlənkarlıq etmək olmaz. Bu üzərində nə oldu? Əlavə bir təhdid olundu. Və bunlar tərk edilən həmçinin əzab, cəhənnəm və bir təhdidlər var. Və mən zəəmə, və kim zənn etsə ki, ənə Allah Teala farad aləl müminə mə zəkərnə, və kim zənn etsə ki, Allah Teala saydığımız bu namaz, oruc, zəkat bunları fərz qılıb, və ləm yurud minhul əmələ, və bu fərz etməklə yanaşı onlardan o əməli istəmir, və radiyə minhum bil qavl, və onlardan yalnız sözlə kifayətlənməsindən razı qalar. Fəqad xalafallahu və rasulahu sallallahu aleyhi ve sellem. Artıq bu sözüyle Allah Teala'ya və Peyğəmbərinə müxalif olmuş olar. Fə innallah ləmmə təkəmələ əmrul İslam bil əməl. Allah subhanahu wa ta'ala İslamı əməllərlə təkmilləşdirdikdən sonra, bütövləşdirdikdən sonra nə dedi? Deyir ki, Allah Teala, "El-yevmə əkməltu lekum dinakum və etmemtu aleykum ni'meti və raditu lekumul İslamə dinen." Bugün sizin dininizi kamil ettim və size olan nemətimi tamamladım və sizin üçün İslamı dinlər içərisində seçib siz üçün İslam dinini seçdim. Və qalə Nəbi sallallahu aleyhi və səlləm, bu həmçinin iman, əməl və şərai. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu şəhadətdən sonra deyir ki, bu nən İslam alə xams. İslam 5 əsas üzərə bina olmuşdur. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən tərəqə salə fəqət kəfrə. Kim namazı tərk edir, artıq küfrə düşmüş olar. Və qalə Muhammed ibn Həsən el-Əcuri, üzr istəyirəm, qalə Muhammed ibn Hüseyn el-Əcuri rahimehullah və mən qalə innəl iman iman el-ma'rifə dunəl qavl vəl əməl. İman yalnız qəblə və bilməkdir, söz və əməl buna daxil deyil. Fəqad ətə bi a'zam min qalə min qalə. Bu artıq iman sözdür deyən kimsələrdən daha pis, daha böyük bir günahla gəlmişlərdir. Və bunların iman ancaq ma'rifə deməsi deyən kimsələrə görə, yəni bu sözündən bu çıxır ki, ən yekun iblis alə qavlihi mu'minən. Yəni bu sözdən görə iblis nə sayılır? Mümin sayılır. Li'annəl iblisə qad ələfə rabbə. İblis artıq Rəbbini tanıyırdı, bildi. Nə dedi iblis? Hicr surəsinin 39-cu ayəsində Rabbi bimə əğvəytəni.
Və qala Rabbi anzirni. Bu da Rabbi bimə əğveytən. O artıq Allah onun Rabbi olduğunu bildi. Deyir ki, ey Rəbbim sən məni yoldan çıxartdığına görə və artıq Rabbi anzirni, ey Rəbbim mənə möhlət ver. Ey Rəbbim mənə möhlət ver deyə Rəbbini tanıdı. Lakin buna baxmayın, möhlət istədi. Və baxsaqsa iblisdə nə var? Təsdiq var. Təsdiq var. Əgər təsdiq kifayət etsəydi, iblis nə sayılırdı? Mömin sayılırdı. Sonra və yəlzum ən yəkunəl yəhud lima'rifətin billahi və bi rasuli, həmçin bu təsdiqə görə, yəni bu məsələyə görə Yahudilər də Allahı və Rasulun tanıdığına görə nə sayılır? İman əhlindən sayılır. Ən yəkunu müminin. Allah Teala onlar barəsində deyir ki, Yahudilər barəsində ya'rifuna kama ya'rifun abnahum. Onlar Yahudilər, ey Muhammed, öz övladlarını tanıdıkları kimi səni də tanıyırlar. İnsanın öz övladının tanımasındakı bilgi, mərifə necədir? Yəni şübhə yoxdur da. Onlar deyir ki, səni öz övladlarını tanıdıkları kimi səni də peyğəmbər olduğunu yəqinliklə bilirdilər. Lakin bu bilmə onlara fayda vermədi. Fəqəd əxbər əzzə və cəl ənəhum ya'rifun Allah Teala və Rasulü. Bildik, Allah Teala burada xəbər verdi ki, onlar peyğəmbərini və Allahı və peyğəmbərini tanıyırlar. Və yuqalu ləhum əşil fərqu beynəl İslam və beynəl kufur. Elə isə deyir ki, küfrlə İslam arasında fərq nədir? Və qəd alimlə artıq biz indiyə kimi olan məzəllərdən bildik ki, ənə əhləl kufur qəd ərəfu bi'uqulihim. Bildik ki, küfr əhli ağılları ilə bildilər. Ənə Allah xələqə səməvə. Yəni bu o vaxtı yaşayan küfr əhlindən gedir. Məsələn, Qureyş kimi. Onlar Allah Teala'nı göylərin, yerlərin və onların arasındakini yaradan olaraqdan bildilər. Və Allah Teala'nın çətinliyə düşdükdə onları qurtaran, dənizlər məsəl üçün dalğalara qərq olduqda onları oradan çıxartanın yine Allah Teala olduğunu bildilər. Mərifə var idi Allah Teala barəsində. Və izə əsabəthumu şədaidu la yed'un illa Allah. Onlara şiddət baş verdikdə, yəni belə sıxıntıya düşdükdə, məsələn göydən aşağı düşdükdə, aydındır, yıxılma əsnasında deyir ki, bu məqamlarda yalnız sırf Allah Teala'nı çağırırdılar. Çətinliyə düşdükdə. İnnəl iymə, bu onların küfrün bilməsi idi. Yəni kafirlərin bilməsi idi. Ənə imanə ma'rifə kənə kullu haula misli men qala imanu bil ma'rifə. Yəni bunların sözü ilə, yəni bunların əməlləri kimlərin dediyi əməllərə daxildir? İman yalnız bilməyə daxil deyən kimsələrə də bunların imanı daxildir. Onlar da müsəlmanlardan sayılır. Qala qailun fi hada maqal vahşiyyəti la'netullah. Yəni bunu deyən söz deyir ki, Allah Teala lənəti və qəzəbi olsun və s. Bəl nəqulu vəlhamdülillah, biz deyirik ki, qavlən yuvafiq kitab və sünnə, yəni Qur'ana və sünnəyə müvafiq olacaq rəyə ortaya qoyuruq. Və uləməl həmçinin müsəlmanların alimləri, əlləzini lə yüstəvhəşu min zikrihim, və bunların söylədiklərini zikr etmək deyir, insana qəribə gəlməz. Və qəd təqəddəmə zikruna ləhum, və bunlar barəsində dediyimiz sözləri zikr etdik. Yəni imanın nə olduğunu bildirdik. İnnəl imanə, iman, ma'rifətü bil qalb, qəlblə bilmək. Təsdiqən yəqinən, yəqin şəkildə təsdiq etməkdir, qəlblə bilmək və bunu yəqin şəkildə təsdiq etmək. Və qavlu bil lisan, dillə söyləmək və əzaların əməlidir. Və bu şey özündə cəm etməyən bir kimsə imana daxil deyildir. Biri olmasa birisi də kifayət deyildir. Üçün müddət olmalıdır. Dillə söyləmək və bunu qəlblə təsdiq etməyin, sidqan, yəni sadiq şəkildə dillə söyləməyin və bədən üzvləri bunu göstərməyin. Vəlhamdülillah alə dəlik. Və qal rahiməhullah Teala fəhzaru rahiməkumullah. Yəni, bu kimsələrdən çəkinin ki, qavlu mən yəqul, o kimsələr deyirlər ki, innə imanəhum kə iman Cibril. Bizim imanımız Cibril aleyhisselamın imanı kimidir. Və həmçinin Mikail aleyhisselamın imanı kimidir. Və mən yəqul, ənə müminun indəllah. Mən Allah yanında möminəm. Bundan da çəkinmək lazım. Yəni kim deyirsə ki, mənim imanım Cibril aleyhisselam, Mikail aleyhisselam kimidir və həmçinin mən Allah Teala yanında möminəm, bu kimsə çəkinmək lazım. Və həmçinin və ənə müminun mustakbilun iman, və həmçinin mən imanı kamilləşdirilmiş və kamil olmuş bir kimsəyəm. Hədə kullu məzhəb əhlil irca, və bu sözlər deyən ki, hamısı nədir? İrca əhlin, murciələrdəndir. İrca sənin adını qarışdırıram.
Aydındır. Əhl-i Sünnə vəl Cəmaə nədir? Mən inşallah möminəm. Mən inşallah möminəm deyir. Məsələ başqa bir məsələ çıxır. İnşallah bu məsələ sonlanacaq. Bəyanul fərq beynəl iman vəl İslam. İmanla İslamın arasında fərq. İman nədir, İslam nədir? Hələ onların arasında fərq varmı? Baxaq. Belə baxdıqda, dəlillərə baxdıqda onların arasında fərq belə açıq görünür. İnnehu izə ictəmə əhaduhuma ma'al axar iftaraqa və izə iftaraqa ictəmə. İman-ı İslam deyir ki, əgər deyir ki, bir hədis gəldi, bir mövzuda, bir məsələdə ikisi bir yerdə zikr olunarsa, məsələn iman var, İslam var, məsələn bir hədis gəlir, içində həm iman zikr olunur, həm İslam zikr olunur, bu zaman deyir ki, imanla İslam başqa, hərəsi özü-özlüyündə başqa mənalar daşıyır. Eyni mövzuda zikr olunarsa, bir hədis içərisində, fərqi yoxdur, bu cümlənin başına gəlir, cümlə axırına gəlir, bu zaman hərəsinin öz mənası olur. Amma ki, bir hədisdə yalnız iman deyildisə, o İslam da ona daxildir, İslam isə iman da ona daxildir. Bu nə deyirlər? Buna əgər bir yerdə olsa ayrılar, ayrıldıysa birləşər. İmanı varsa İslamı var, Bəli. Yəni hərəsinin bir yerdə olduqda hərəsinin ayrı-ayrı təfsilatda olur. Fəizə işləmə'ə ləfz-i İslam, mə'ə ləfz-i iman, əgər İslamla iman ləfzi birləşərsə, bir hədis mətnində olarsa, dəllə bi cəmi'ihmə aləl-ə'məl-i zahirət vəl-batinə. Əgər bir məsələdə, yəni bir hədisdə iman və İslam məsələsi adları cəm olarsa, bunlar həm zahiri, həm də batini əməllər bizə daxildir. Və izə fistəqara əhaduhumə, birisi, bir dostu birisindən ayrılarsa, İslam yoxdur, iman var, yoxdur, iman var, İslam yoxdur, iman var, İslam yoxdur, yoxdur, İslam var, iman yoxdur, bir-birindən ayrılarsa, İslam ləfsi, İslam oldusa, adı keçdiysə bu nəyə dəd edilir? Zahiri əməllər, əgər tək zikr olunursa İslam, o zahiri əməllər bunun qəsd olunur. Əgər iman varsa bunu daxili əməllər zikr olunur. Qəsd olunur yəni. Qalə Şeyxül İslam İbn Teymiyyətə İ'ləm ənəl iman vəl İslamə yeştəmi'u fiyhə dini kullu. İslam, iman sözü ətrafında bütün din nə olur? Cəm olur. Və qəd kəthura kəlamun nəz fi həqiqətil iman vəl İslam. Və İslam, iman barəsindədir ki, alimlərindir, bir çox insanlarındır, sözü yetəri qədər var. İslam nədir, iman nədir? Aydındır. Və nizə'u və ittirabuhum. Və qəd sunnifə fi zəlikə mücəllədət və nizə' fi bu ki, bu mövzulardır ki, hətta deyir, həddin artığı çoxdur mövzular yazılaraqdan kitablar yazılıb. Yəni bir kitab yox, bir neçə yox, kitablar, mücəllədlər, yəni qat-qat kitablar yazılmışdır. Və qad rahimehullah Teala qad farraqa Nəbi sallallahu əleyhi və səlləm fi hadisi Cibril əleyhissalam beynəl musammal İslam və musammal iman. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hamımızın tanıdığı böyük Cibril hədisində imanın adı ilə, yəni imanla İslamı ayrılıqda təfsilatlı şəkildə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirmişdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm İslam nədir deyildikdə ən təşhəd ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. İslam sənin Allahdan başqa haqq ilahın olmadığına və Muhammedin Rasulunun, Muhammedin Allahın Rasulü olduğuna şəhadət gətirməyin, namaz qılmağın, zəkat verməyin, oruç tutmağın, həcc etməyindir. Yəni gücün çatırsa həcc etməyindir. Bunu İslam olaraqdan Peyğəmbər sallallahu əleyhi və səlləm bildirdi. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmdən Cibril əleyhissalam soruşdu ki, iman nədir? Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu saydığımız hamısı zahiri əməllərdir. Məsəl üçün dedik ki, şəhadət, namaz, oruc, zəkat, bunlar hamısı nədir? Zahiri əməllərdir. Dedik, əgər bir hədisdə, bir mətndə iman zikr olunarsa, İslam zahiri əməllər qəsd olunur, iman daxili əməllərin qəsd olunur. Və Cibril hədisində ikisi bir zikr olunur. İslam belki zahiri əməllər, oruc, namaz, zəkat, həcc və s. Və burada iman dedikdə ən tu'minə billahi və mələikətə və kütübə və rusul və yevmil axir və tu'minə bil qadər xeyri və şərri. Sən Allaha, mələklərinə, kitablarına, peyğəmbərlə, qiyamət günü xeyrin, qədərin, xeyrin, şərrin iman gətirməkdir. Bunlar hamısı daxili əməllərdir. Aydındır. Fəcəaləl İslam huvəl ə'məl zahirə. Bu hədisdə əməlləri zahiri, yəni İslamı zahiri əməllər olaraqdan və imanı da daxili əməllərin vəsifi olaraqdan burada adlandırdı. Bununla da bizə bu mövzuda olan bəhs sona çatdı. Nə qədər qalıb namıza?
Hansı 4 dəqiqə? 4 dəqiqə. İnşallah bununla kifayətlənək. Allah Subhanahu wa taala bizləri gələn dərsimizdə də bu mövzunu sonlandırmağa Allah Teala bizə müvəffəq etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.